Salam, hörmətli tamaşaçılar, dostlar. Bu günləri biz Şamaxının Səfalı dağlarında yox. Bura Dəmirçi, Çukuryurt, ondan sonra Qız Meydandır. Gördüyünüz kimi, bax, bu günləri itburnu artıq çiçəkləyib. Arılar da, bal arıları hamısı artıq buradadır. Bax, bu güllərdən yığırıq. Bunlardan itburnunun çiçəklərindən bilirsiniz ki, itburnunda çoxlu vitamin var. Bütün vitaminlər var. Demək olar ki, A, B, C, D, bundan sonra, yəni hər şey var. Bunun mürəbbəsini də düzəldirlər, deyirlər. Ondan sonra mən indi ancaq yığıram özüm üçün, çay içmək üçün. Bir neçə bitkilər var. Bunların qarışığından inşallah bunlardan yığıb çay eləyəcək. Və sizə də arzu edirəm ki, bu çaylardan, bu bitkilərdən yığıb, bunların çiçəklərindən yığıb çay içəsiniz və sağlam olasınız. Allah hamınıza şəfa versin. Hələlik.